Hər vaxtınız xeyirli olsun. Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayət əməlləri törətməkdə təqsirli bilinən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi davam edir. Bakı məhkəmə kompleksində hərbi məhkəmənin hakimlərindən ibarət heyətdə keçirilən açıq məhkəmə iclasında zərər çəkənlər ifadə verirlər. Onlar hansı şəraitdə zərər çəkdikləri barədə danışırlar. Qeyd edirlər ki, əsasən 2020-ci ildən sonra 44 günlük vətən müharibəsindən sonra Ermənistan ordusunun qalıqlarının və qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycana qarşı törətdiyi çoxsaylı təxribatlar zamanı zərər çəkiblər. Eyni zamanda həmin zərər çəkənlər Ermənistan Azərbaycana qarşı həyata keçirdiyi mina terrorundan əziyyət çəkənlərdir. Açıq keçən məhkəmə prosesində subutlar, faktlar təqdim olunur, tədqiq olunur. Ruben Vardanyan isə hələ ki məhkəmə prosesində açıq keçən iclasda ifadə verməkdən imtina edir. Eyni zamanda o dövlət ittihamçılarının suallarını da cavablandırmaqdan imtina edir. Amma demək olar ki, hər iclasda o müxtəlif vəsadətlərlə çıxış edir və onun vəsadətlərinin böyük əksəriyyəti də təmin olunur. Zərər çəkənlər isə ifadələrində qeyd edirlər ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi bu təcavüzkar müharibə və işğalçılıq siyasəti nəticəsində törədilmiş çoxsaylı təxribatlar zamanı vətəndaşlarımız necə zərər çəkirlər, bu barədə prosesdə danışırlar və eyni zamanda qeyd edirlər ki, həmin vaxtda törədilmiş bütün təxribatların qarşısı da Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınıb. Ümumiyyətlə bu cinayət işi üzrə çoxsaylı zərər çəkənlər var. Onlar Ermənistanın Azərbaycana qarşı apardığı bu təcavüzkar müharibə zamanı çəkdikləri zərərə görə məhkəmədən ədalət tələb edirlər. Onların hüquqları da məhkəmə prosesində qorunur. Eyni zamanda Ruben Vardanyanın da məhkəmə prosesində hüquqları qorunur. Onun özünün istəyinə uyğun olaraq vəkil təyin olunub. Özünün seçdiyi vəkil də eyni zamanda özünün istəyinə uyğun olaraq rus dilində ona sərbəst ifadə verməsi, danışması, vəsadətlərini təqdim etməsi üçün tərcüməçiyə ayrılıb. Biz mütəmadi olaraq məhkəmənin iclasları ilə bağlı tamaşaçılara məlumatlar çatdırırıq. Bugünkü xəbərlərin də növbəti buraxılışında bizim geniş reportajımız olacaq. Hələlik isə bu saata çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə, studiyaya ötürürük.